Menümüzdə bugün julien var. Toyuq filemi uzun-uzun doğrayıram. Bir hissəsini əvvəlcədən doğramışam, amma elə bildim ki, qeydə almışam deyə gördüm. Videom qeydə alınmayıb. Ona görə ikinci hissəni doğrayanda çəkilişimi davam elətdirdim. Doğradığım toyuq filesini tavama əlavə edirəm. Kərə yağında qızardacağam. Göbələklərimi incə-incə doğrayıram. Doğradığım göbələkləri qızartdığım toyuqların üzərinə əlavə edirəm. Soğanımı qıp-qıp doğrayıb üzərinə əlavə edəcəm. Soğanımı əlavə edirəm üzərinə. Tuzumu əlavə edirəm. Holland pendirimi süzgəcdən keçirirəm. Qaymağımı üzərinə əlavə edirəm. Güvəclərimə əlavə edirəm. Süzgəcdən keçirdiyim pendiri üzərinə əlavə edirəm. %180 dərəcəlik sobada 15-20 dəqiqə üzəri qızarana qədər bişirirəm. Julienimiz hazırdır.